Şəki rayonunun Şəki kəndindəyik. Kamalımızın ziyarətinə gəlmişdik. Ata dedi burada 90-cı illərində şəhidləri var və özümüzə borc bildik burada şəhidlərimizi ziyarət eləməyi. Şəhidlərimizdən Məmmədov Novruz Qurbanoğlu 94-cü il şəhididir. Mənəfov Natiq Yusifoğlu. Və buradan şəhidimizin adı soyadı Salih İsmailoğlu. Və uşaqlar niyə ata ondan? Uşaqlar can. Onlar da şəhiddir də. Ata baladılar, eləmi? Adı uşağı yoldaşı. Yoldaşın şəkli yoxdur orada. Can. Rəsalə də. Hə, bir də Namaz evladı yoldaşı Bəkkin. Necə yana? Bunun adına. Əyyub Şüküroğlu namazı. Allah hər birinin ruhunu şad eləsin. Və bu kəndin də 3 tikini var. Bəli, içkinimiz var. O içkin o deyirlər. Aha. Qafar. Qafar. Allah ailələrinə səbir versin. İnansız o Elşən, Qafar, bəli. Aha. İnşallah onların da gözləri yollardan yığılar. Çünki o torpaqlarımız geri alınandan sonra onların da yəni tapılıb gətirilir, verilir, bəli. İnşallah. Yəni inanın ki, o necə deyim, düzdür şəhid yarası ağır yaradır, amma o tapılıb gəlib o dəfn olanda elə bir sanki bir sevinç hissi yaşayır insan. İtkinin mövluduydu dürənləri. Xəbər çıxa, göz arxada qalmaya rahat gedək ki. Çox toxundu ey aman ana. Bu ailə mənə.